Dəyərli izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Bu gün sizə Xırdalan şəhərin mərkəzi Heydər Parkına və Təzə Bazara yaxın bir məsafədə 3 otaqlı, çıxarışlı və əşyalı olaraq satılan bir mənzil çəkib sizə təqdim edirik. Mənzildə görünən bütün əşyalar qalır. Ümumi sahəsi 85 kvadratda 12 mərtəbəli tam yaşayışlı qazlı kupçalı binada yerləşir. 3 otaqlı, əla təmirlidir, əla bir proyekti var. Mənzilimizin qonaq otağını görürsünüz. Az öncə çəkib sizə eyvanı təqdim elədim. Hal-hazırda qonaq otağındayıq və keçən mənzilin digər otaqlarını çəkib təqdim edim. Burada mənzilimizin əsas yataq otağıdır. Proyekti bir daha qeyd edirəm. Çox əla bir proyekti var. Təmir əladır. 3 otaqlı, 85 kvadratdır. Bütün əşyalarla birlikdə satılır. Yerləşmə yeri çox gözəl bir yerdir. Heydər Parkına, Təzə Bazara 2 nömrəli və 9 nömrəli məktəbə yaxın bir məsafədə yerləşir. Qiymət çox əla bir qiymətdir. Mənzilin mətbəx hissəsidir. Səhv eləmirəmsə mətbəxdən də eyvana çıxış var idi. Bəli. Mətbəxdən də eyvana çıxış var, qonaq otağından da eyvana çıxış var. Mətbəxin eyvanı bağlanılıb və burada bizim uşaq yataq otağımız, mənzilin əsas giriş hissəsi, foyesi və burada sanitar qovşağımız. Qiymət 138 min manat. Real alıcı olduqda mənzilə baxandan sonra qiymətdə razılaşma olacaq. Həqiqətən qiyməti, kvadratı, təmiri və əşyaları çox əladır. Yəni bu gün üçün bazarda çox nadir hallarda satışa çıxan bir evlərdəndir. Evə baxmaq istəsəniz aşağıda sağ tərəfdə əlaqə nömrəmiz var. Zəng edib məlumat ala bilərsiniz. Vaxt ayırıb izlədiyiniz üçün çox sağ olun.